Salam, 5-ci sinif Azərbaycan tarixindən 21-ci dərsimizə keçirək. Dərs 21. Azərbaycanın taxtı Təbriz. Bu qədim Azərbaycan şəhərinin 3000 ildən artıq yaşı vardır. Alimlər Təbrizin yaranma tarixini eradan əvvəl 7-ci yüzilliyə aid edirlər. Burada hələ Manna dövləti zamanında möhkəmləndirilmiş qala şəhər mövcud olmuşdur. Qala şəhər üç tərəfdən dağlarla əhatə olunub. Bu, onun müdafiə imkanlarını artırırdı. Mannaya hücum edən Aşur hökmdarlarının yazılı kitabələrindən məlum olur ki, bu qala 2 qat divarlarla əhatə olunubmuş. Şəhər qalanın ətrafında xəndəklər qazılmışdı. Bu xəndəklər düşmən hücumları zamanı su ilə doldurulurdu. Təbriz şəhərinin də inkişafı Ərəb xilafəti dövründən başlamışdı. Xilafətin dağılmasından sonra Azərbaycanda Rəvvadilər dövləti yarandı. Rəvvadilər Təbrizi ilk dəfə olaraq paytaxta çevirdilər. Bundan sonra şəhər sürətlə böyüdü. Qısa zamanda sənətkarlıq və ticarət mərkəzinə çevrildi. Bunun siyasi və iqtisadi səbəbləri var idi. Rəvvadi hökmdarları Təbrizi abadlaşdırır, burada yeni tikillər ucaldırdılar. Şəhərdə əhalinin sayı sürətlə artırdı. Böyük İpək yolu da Təbrizdən keçirdi. Şəhərin beynəlxalq ticarət yollarının qovşağında yerləşməsi iqtisadi həyata müsbət təsir göstərmişdi. Şərqdən qərbə, cənubdan şimala gedən beynəlxalq ticarət yolları bu şəhərdən keçirdi. Bu da öz növbəsində sənətkarlığın inkişafına gətirib çıxardı. Təbriz sənətkarlarının hazırladığı yun, ipək parçalar, toxuculuq məmulatları və xalçalar dünyada məşhur idi. Metal işləmə və zərgərlik sahəsində böyük uğurlar əldə edilmişdi. Burada qızıl, gümüş və mis pullar kəsilirdi. Təbrizdə kəsilən pullar, çəki daşları, ölçü vahidləri istifadəçilər üçün əsas götürülürdü. Bilirsinizmi, Təbriz dünyanın ən uzun ömürlü paytaxt şəhərlərindən biridir. Bu şəhər kiçik fasilələrlə 500 ildən artıq Azərbaycanda yaranan dövlətlərin paytaxtı olmuşdur. 13-14-cü yüzilliklərdə Təbriz Azərbaycanı ələ keçirən Monqol əsilli Elxanlılar dövlətinin baş şəhəri idi. Şəhərdə möhtəşəm saraylar, məscidlər, müxtəlif memarlıq abidələri tikilmişdi. Bu dövrdə Təbriz memarlıq və rəssamlıq məktəbi bütün şərqdə məşhur idi. Elxanlı hökmdarları şərqdə Xorasandan, qərbdə indiki Suriyayədək olan ərazilərin hakimləri idilər. Azərbaycan da bu dövlətin mərkəzi vilayəti idi. Demək, bu qədər geniş ərazilər Azərbaycandan və onun mərkəzi şəhəri Təbrizdən idarə olunurdu. Beləliklə, Təbrizin sahibi bu ərazilərin də sahibi hesab edilirdi. Məhz bu dövrdə Azərbaycan taxtı ifadəsi meydana gəldi. Təsadüfi deyil ki, Azərbaycan hökmdarlarından Qara Yusif, Uzun Həsən və Şah İsmayıl yalnız Təbrizi tutandan sonra dövlət başçıları kimi tanınmışlar. Səfəvilərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi başa çatdı. Təbriz vahid Azərbaycanın paytaxtı oldu. Təbriz həm də mədəniyyət paytaxtımız idi. Burada nadir əlyazmaların toplandığı böyük kitabxana var idi. Çap maşınları ixtira olunana qədər kitablar əllə yazılır, üzü də əlyazma yolu ilə köçürülərək çoxaldılırdı. Xüsusi rəssamlar ona rəsmlər çəkir, üzünü də ayrıca cildləyirdilər. Ona görə kitablar çox baha başa gəlirdi. Belə şəraitdə minlərlə əlyazmanın olduğu kitabxanalar əsl sərvət mənbəyi idi. Qədim kitabxanaların olduğu şəhərlər isə elm və mədəniyyət mərkəzinə çevrilirdi. Təbriz də belə Azərbaycan şəhərlərindən idi. Təsadüfi deyil ki, bu şəhər Təbrizi ləqəbi ilə məşhur olan çoxsaylı alimlərin, şair və rəssamların vətəni hesab olunur. Təbriz onları, onlar isə şöhrətləri ilə Təbrizi tanıdırdı. Səfəvi-Osmanlı müharibələrində əldən ələ keçən şəhər böyük dağıntılara məruz qaldı. Nəticədə Şah 1-ci İsmaildən sonra paytaxt Qəzvinə, daha sonra İsfahana köçürüldü. Ağır dağıntılara və paytaxt rolunu itirməsinə baxmayaraq, Təbriz yenə də əsas şəhərlərdən biri hesab edilirdi.
Qacarların hakimiyyəti dövründə də gələcək şah taxt tacının varisi Təbrizdə otururdu. Təbriz şəhəri həm də xalqın milli azadlıq mübarizəsinin rəmzidir. 20-ci əsrin əvvəllərində Qacarlar dövlətində ingilis və ruslar ağalıq edirdi. Əhalinin güzəranı çətinləşmişdi. Nəticədə şah hakimiyyətini məhdudlaşdırmaq uğrunda hərəkat başladı. Əhali konstitusiya, yəni əsas qanunun qəbul edilməsi və Milli Məclisin çağırılmasını tələb edirdi. Hərəkata Səttarxan başçılıq edirdi. Mərd, qorxmaz və qətiyyətli bir şəxsiyyət olan Səttarxan bir neçə dəfə Təbrizə göndərilmiş şah qoşunlarını məğlub edə bilmişdi. Əhali onu millət başçısı, yəni Sərdari Milli adlandırırdı. Açıq döyüşdə Səttarxanı məğlub edə bilməyən şah onu hiylə ilə hərəkatdan uzaqlaşdıra bildi. Sonrakı dövrlərdə də Güney Azərbaycan əhalisi zülmlə barışmamış, öz haqları uğrunda mübarizəyə qalxmışdı. Ayrı-ayrı vaxtlarda Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin başçılığı ilə milli azadlıq hərəkatları alovlanmışdı. Hər iki şəxsiyyət xalqı üçün muxtariyyət tələb edirdi. Onlar Azərbaycan dilinin sıxışdırılmasına etiraz edir, xalqın milli maraqlarını müdafiə edirdilər. Milli hökumət qurub muxtariyyət əldə etsələr də, şah hökuməti xaricdən yardım alaraq bu hərəkatları yatırda bildi. Həm Şeyx Məhəmməd Xiyabani, həm də Seyid Cəfər Pişəvərinin qurduğu milli hökumətlərin mərkəzi yenə də Təbriz idi. İkinci Qarabağ müharibəsi zamanı bütün Güney Azərbaycanda olduğu kimi Təbrizdə də əhali ayağa qalxmışdı. Keçirilən yürüşlərdə Təbriz əhalisi Azərbaycan ordusuna dəstək nümayiş etdirmişdi. Bu da o taylı bu taylı Azərbaycanın mənəvi birliyindən xəbər verir. Təbriz indi də bu mənəvi birliyin rəmzidir. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Təbriz niyə qala şəhər hesab edilirdi? Təbriz möhkəm qala divarları ilə əhatə olunduğu, strateji mövqedə yerləşdiyi və uzun müddət Azərbaycanın siyasi mərkəzi olduğu üçün qala şəhər hesab edilirdi. Şəhərin müdafiəsi güclü idi və burada hərbi qüvvələr yerləşirdi. Təbriz və Bərdə arasında müqayisələr aparın, oxşar və fərqli cəhətləri aydınlaşdırmağa çalışın. Oxşar cəhətləri hər ikisi Azərbaycanın qədim şəhərləri olub, hər iki şəhər əlverişli coğrafi mövqedə yerləşdiyi üçün strateji və hərbi yollar üzərində formalaşmış, siyasi əhəmiyyət qazanmışdır. Hər iki şəhər qala divarları ilə qorunduğu üçün müdafiə baxımından da mühüm şəhərlər hesab olunurdu. Fərqli cəhətləri Təbriz bir çox dövrlərdə dövlətlərin paytaxtı olmuş, əsasən siyasi və hərbi mərkəz kimi inkişaf etmişdir. Bərdə isə daha çox vilayət və regional mərkəz rolunu oynamış, iqtisadi və mədəni həyatın inkişafı ilə tanınmışdır. Coğrafi baxımdan Təbriz dağətəyi ərazidə, Bərdə isə düzənlik sahədə yerləşib. Nəticə etibarilə Təbriz əsasən paytaxt və qala şəhər, Bərdə isə regional və iqtisadi mərkəz kimi Azərbaycan tarixində özünə məxsus yer tutmuşdur. Hansı məşhur şəxsiyyətin sizə Gülüstan qalası yoxsa Azərbaycan taxtı lazımdır ifadəsini işlətdiyini xatırlayın. Şah İsmail Xətai. Bəli, bu qədər. 22-ci dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.